Salam uşaqlar, hər vaxtınız xeyir. Bu günləri sizlə 9-cu imtahana düşən suallara baxırıq. Birincisi 57 nömrəli suala baxırıq. Deyir, düzbucaqlının uzunluğunu 40%, enli 20% artda onun sahəsi neçə faiz azalar? Birincisi, əgər enli tutaq ki, uzunluğunu A götürsək, enli B götürsək, sahə bu halda hesablanır A vurulsun B ilə. İkincisi, uzunluğunu 40% azaltsaq, deməli 60% qalır. Uzunluğu 60%-ni hesablayanda A vurulsun 60 bölünsün 100. 0.6 alınır. Enli isə 20% artda, deməli 80% qalır. B vurulsun 80 bölünsün 100 bərabərdir 0.8 B alınır. Və bundan sonra sahənin təkrar hesablasaq, alaraq 0.6A vurulsun 0.8 B 0.48 AB və sonraki sahə əvvəlki sahənin hansı hissəsini təşkil edir, bunu taparıq. Buradan alaraq 0.48 AB bölünsün AB vuraq 100. Alırıq 48%. Bu demək ki, sonraki sahə əvvəlkinin 48%-dir. 100-dən 48% çıxırıq, alırıq 52% azalır. Növbəti 58 nömrəli suala baxırıq. Deməli, sualda deyilir ki, kubun telini 2 dəfə azaltda, həcmi neçə dəfə azalar? Kubun həcmi V bərabərdir A kubundan hesablanır. Əgər tutaq ki, tərəfi A götürsək, həcm V bərabərdir A kubudur. Əgər tərəfi 2 dəfə azaldırıqsa, A bölünsün 2 olur. Bu halda V2 bərabər olur A bölünsün 2-nin kubu bərabərdir A kubu bölünsün 8. Buradan da görsənir ki, həcm 8 dəfə azalar və yaxud da necə dəyişdiyini tapmaq istəyirsə, neçə dəfə azaldığını tapmaq istəyirsə, bölmək lazımdır. V2 bölək V1, A kubu bölünsün 8 bölünsün A kubu bərabərdir 8-də 1, yəni 8 dəfə azalar. Növbəti baxırıq 59 nömrəli suala. Deməli, sualda deyir ki, AOB açıq bucaqdır, CO perpendikulyardır. AB-yə DOC bucağı 25 dərəcədir. Bucaq AOD-ni deməli tapın. Deməli, burada əgər açıq bucaq veribsə, burada perpendikulyar veribsə, bura A, bura O, bura B, CD ilə işarə etsək. Əgər buradakı bucağı 25 dərəcə veribsə, bu CO AOB perpendikulyar olduğuna görə 90 dərəcədir. Sol tərəfdə, sağ tərəfdə hər ikisi 90 dərəcədir. Buna görə deyə bilirik ki, bu hissə 25 dərəcədirsə, AOD bucağının dərəcə ölçüsü də 90 çıxılsın 25, deməli 65 dərəcədir. Sonra növbəti sual 60-dır. Kəsirini ixtisar edin deyir. Burada yəqin ki, qruplarına ayırmaq lazımdır. M kvadrat çıxılsın 5N çıxılsın MN üstəyənsin 5M bölünsün 25 çıxılsın M kvadrat. Məxrəci qruplarına ayıraraq, deməli 5 çıxılsın M, 5 üstəyənsin M kimi və sürətdən birincisi baxırıq ki, elə birinci ilə ikincidən ortaq vuraq çıxarda bilmirik. 1 ilə 3-ü 1 götürərik, 2 ilə 4-də 1 götürərik və ortaq vuruq çıxardarıq. 1 ilə 3-dən ortaq vuruq M-i çıxardanda qalır M çıxılsın N. İkincisi, ikinci ilə 4-dən ortaq vuruq çıxardırıq. -5-i, burada da qalır. Elə müsbət 5-i çıxardarıq. Burada da qalır, deməli, M çıxılsın N. Ortaq vuruq çıxardırıq. M çıxaq N-i və M üstəyənsin 5 bölünsün. Deməli, 5 çıxılsın M, 5 üstəyənsin M. Buradan da görsənir ki, 5 üstəyənsin M-lər ixtisar gedir və yerdə qalan ifadə olur. M çıxılsın N bölünsün 5 çıxılsın M. Beləliklə cavab olur B variantı. Növbəti sadə bir dənə sual 61. Deməli, 3 çıxılsın X çıxılsın 2 bərabərdir 6-dır. Hər tərəfi 3-ə bölürük. X çıxılsın 2 bərabərdir 2 alınır. X də bərabərdir 4 qiyməti alınır. 62 nömrəli sualda gördüyünüz kimi bir dənə sistem təyin verilibdir. 2x üstəyənsin Y bərabərdir 0. X çıxılsın Y bərabərdir 6-dır. Sistemi tərəf-tərəfə toplayanda Y-lər burada islah olur. Qalır 3x bərabərdir 6, x bərabərdir 2 qiymətini alırıq. X-in qiyməti 2-dir, yerinə yazıb Y-də tapırıq.
Deməli, 2 vurulsun 2 üstəyənsin y bərabərdir 0. Buradan y bərabərdir -4 qiymətini alırıq. Bizdən x-in qiymətini istəyir. Bununla da yekunlaşdıra bilərik. Növbəti sual 63. 63 nömrəli sualda deyir, hansı nöqtə -2x/6 funksiyasının qrafikinin üzərindədir? Bunu yoxlamaq lazımdır. Y bərabərdir -2x/6. Deməli, A variantı ödəmir, x-in yerinə 6 yazanda 0 qiyməti alınmır. Deməli, B variantını yoxlasaq, -8 üstəyənsin 6 eləyir, ödənmir. -3 qiymətini yazsaq 0 ödənmir. -5 qiymətini yazsaq 16 D variantı ödəyir. Deməli, D variantında -5 16 nöqtəsidir. X-in yerinə -5 qiymət yazanda -2 vurulsun -5 üstəyənsin 6 16 qiyməti alınır. Deməli, bu funksiyanın üzərində yerləşən nöqtədir. Növbəti 64 nömrəli suala baxırıq. Ədədlər verilib. Deməli, 18 36 və 10 11. Deməli, 64 nömrəli sual. Əkob 13 deməli 36 18 36 üstəyənsin əbob 10 11. Buradan görsənir ki, ədədlər birinci halda ədədlər bir digərini bölənidir. Bu halda əkob deməli əkob böyüyünə bərabərdir, yəni 36. İkinci halda isə görsənir ki, ədədlər qarşılıqlı ədədlərdir. Bu ədədlərin də əbob 1-ə bərabərdir. Toplayanda 37 qiyməti alınır. Sonra növbəti sual 65. Deməli, x bölünsün 5 bərabərdir 21 bölünsün 15. Deyir, x-i tapın. Burada ixtisar apararıq. 21 ilə 15-i ixtisar apararıq. Deməli, 3-ə burada qalır 7, burada qalır 5. Təzədən 5 ilə 5-i də ixtisar apararıq. Deməli, burada qalır 1, burada da qalır 1. Buradan da x-ə qiymət alınır. Deməli, 7. Sonra 66 nömrəli sual. Deyir ki, ilk 10 ədədini təsəvvürən seçmiş birinin sadə ədəd olması. Deməli, ilk 10 ədədimiz 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, seçilən ədədin sadə ədəd olması ehtimalı. Deməli, ehtimal hesablayanda 55-də alınan sayını ümumi sayına bölürük. Sadə deyirsə, burada biz 2-ni, 3-ü, 5-i, 7-ni götürə bilərik. Deməli, burada 4 dənə ədəd var. Ehtimal olur 10-da 4, yəni 0 10-da 4. Beləliklə alırıq və yaxud da 5-də 2, yəni Y variantı verilibdir. Sonra növbəti sual 67. Deməli, 67 nömrəli sualda görsənir ki, o nöqtəsi çevrənin mərkəzidir. AB, o bucağı 22-dir. ACO 28 dərəcədir. Bizdən soruşur BAC bucağını tapın. Burada deməli, qaydaya görə A bucağı o bucağının yarısına bərabərdir. Bir dənə şəklini çəkəyin. Deməli, mərkəzdir. Burada bucaqları veribdilər. Deməli, A, B, C. Deməli, ABO bucağı 22 dərəcədir. Deməli, AC bucağı 28 dərəcədir. Bilirik ki, mərkəz bucaq daxili bucaqdan 2 dəfə böyükdür və digər tərəfdən bilirik ki, 22x və 28-in cəmi 2x-ə bərabərdir. Buradan da tənlik yazırıq. 2x bərabərdir 22 üstəyənsin x üstəyənsin 28. Buradan x bərabərdir 50 qiymətini alırıq. Bizdən soruşduğu bucaqda BAC bucağıdır. Bu deməkdir ki, cavab A variantı olur. Növbəti baxırıq 68 nömrəli suala. Tərəfi 12 olan kvadratın perimetrini tapın deyir. Deməli, bilirik ki, tərəf əgər 12-dirsə, perimetr tərəfin 4 mislidir. Deməli, perimetr 12 vurulsun 4 bərabərdir 48 ilə hesablanır. Sonra 69 nömrəli suala baxaq.
Deməli, o 56 vurulsun, mənfi 15 bölünsün, 14 vurulsun, 20 çıxılsın, 5 vurulsun, 10 bərabərdir. Buradan ixtisar apararıq 54-dən 56 ilə 14-dür. Burada 4 qalır, burada 1 qalır. Deməli, 4 vurulsun, mənfi 15 bölünsün. Mörtəzənin içərisini hesablasaq 20 çıxaq 50 mənfi 30 eləyir. Burada da ixtisar aparırıq. Deməli, 2, 1 qalır. 4 bölünsün 2. Buradan 2 qiymətini alırıq. Növbəti 70 nömrəli sual. Deməli, 69 nömrəli suala cavab oldu Y variantı. 70 nömrəli sualda C vurulsun, X üstəyənsin, Y çıxılsın, D vurulsun, X üstəyənsin, Y. Buradan görsənir ki, X üstəyənsin, Y-i ortaq çıxardırıq. Qalır C çıxılsın, D. Yəni, doğru cavab olur. X üstəyənsin, Y vuraq, C çıxaq, D. A variantı. Sonra növbəti çoxlarla bağlı sualımız var. Deməli, bizdən istədiyi nədir? 71-də A ilə B-nin kəsişməsi, deməli, A ilə B-nin kəsişməsindən çıxırıq C-ni. Deməli, A ilə B-nin kəsişməsi demək olar ki, çoxluqlar nələrdir? A. 1, deməli, 2, 4, 5, 6. B-nin elementləri isə deməli, 0, 1, 2, 3, 5-dir. Deməli, 0, 1, 2, 3, 5-dir. C-nin elementləri də görsənir. Deməli, burada A ilə B-nin ortaq elementləri nələrdir? Görsənir ki, 1-dir, 2-dir, bir də 5-dir. 1, 2, 5. Oradan da C-ni çıxanda, yəni 1-i çıxanda A ilə B-nin kəsişməsi olur. 1, 2, 5. Buradan da C-ni, yəni ortaq element çıxılmalıdır. C-ni 1-i çıxanda isə qalır. Deməli, 1, 2, 2 və 5. Cavab olur B variantı. Növbəti sual. Şərtini ödəyən 2 rəqəmli AB ədədlərini tapın deyir. 70 nömrəli sualda. Burada açılışını yazmaq lazımdır. Deməli, AB üstəyənsin BA bərabərdir 88 A çıxılsın B. Şərtinin A ədədini tapın deyir. Deməli, açılışlarını yazsaq 10A üstəyənsin B üstəyənsin 10B üstəyənsin A bərabərdir 88 A çıxılsın B. Buradan ortaq vuruq çıxardarıq 11A üstəyənsin B bərabərdir 88 vurulsun A çıxılsın B. Deməli, buradan ixtisar aparırıq 11 ilə 88-i. Burada 8 qalır. A üstəlik B bərabərdir 8A çıxılsın 8B. Buradan alırıq. Deməli, 9B bərabərdir 7A-ya. Buradan B-ni 7, A-nı isə 9 götürürük. Bu şərti ödəyən rəqəm bunlardır. Bizdən də AB ədədini tapın deyir. AB 2 rəqəmli ədəd olur. 97. Sonra deyir, qarşı təpələrindən biri koordinat başlanır. Digər isə 8-8 nöqtədən kvadratın sahəsini tapın. Qarşı təpələrindən biri deməli, burada əgər qarşı təpələrdən biridirsə, deməli, onda deməli, B-nin koordinatı əgər 8 mənfi 8-dirsə, deməli, bunun qarşı koordinatı olur. D-nin təpə nöqtəsinin koordinatı olur 0, 0. Deməli, biz BD parçasını 2 nöqtəsi məsafənin düsturundan istifadə edib tapa bilirik. Bu da nəyə bərabərdir? Deməli, 8 çıxaq 0-ın kvadratı üstəyənsin mənfi 8 çıxaq 0-ın kvadratı bərabərdir. Bu da eləyir 64 vurulsun 2 kök altında. Bu da 64 kökdən çıxardırıq 8 kökdə 2. Və bu da kvadratın əlbəttə qarşı təpə nöqtələri olduğuna görə, deməli, B ilə D bizim tapdığımız olur diaqonal 8 kökdə 2 və beləliklə
Diaqonalı artıq tapdığımız üçün sahəni deyə bilərik. S bərabərdir D kvadratı bölünsün 2 ilə. Tərəf tapmağa ehtiyac yoxdur. Bu 8/2-dir. Buradan alırıq 8/2-nin deməli kvadratı bölünsün 2. O da bərabərdir 64 vurulsun 2 bölünsün 2, yəni 64. Növbəti 74 nömrəli suala baxırıq. Deyir, ifadəsinin qiymətini tapın. Bu ifadəni 2-yə vuranda birbaşa görsənir ki, məxrəcdən azad olacaq. Deməli, vurduqdan sonra görsənir ki, 2'lər ixtisar gedəcək. Burada 2 tam %85'in kvadratı, 7 tam %15'in kvadratı üstəyansın 2 vurulsun. 2 tam %85 vurulsun 7 tam %15. Yəni, burada muxtəsarma tutanılır. 2 tam %85 üstəyansın 7 tam %15'in kvadratı. Bu deyilir 910 kvadratı da 100. Cavab olur 100. Növbəti baxacağımız sual deməli 75'dir. Deyir ki, x, y, z natural ədədlər üçün x, y hasili 6'dır, y, z hasili 18'dir. Deyir, x üstəyansın, y üstəyansın, z cəminin ən kiçik qiymətini tapın. Deməli, biz burada x, y natural ədədlər üçün biz y tutaq ki 1 götürsək, x 6 olur. Buradan da görsənir ki, y 1 olduğu üçün z 18 olur. Biz natural ədədlər deyinə görə y 2 götürsək, x-ə qiymət 3 alınır. Deməli, y 2 olduğu üçün z 9 olur. Əgər biz y 3 götürsək, x 2 olur. Deməli, y 3 olduğu üçün z-in qiyməti olur 6 və y 6 götürsək, x olur 1. 6 götürsək y, z-in qiyməti olur, deməli 3. Bu halda görsənir ki, ən kiçik qiymət y-dən böyük ədəd götürükdə alınır. Yəni 1 üstəyansın 6 üstəyansın 3 bərabərdir 9, 10 qiyməti alınır. Sual 76. Bərabər tərəfli elementin üst bucağının sayısı bərabər tərəfli üst bucağının sayısından 16 dəfə böyükdür. Perimetr ABC 9 olar. Sahənin üst bucağının tərəfini tapın. Deməli, S, L, M, N deməli və S, A, B, C. Bütün bərabər tərəfli üstbucaqlar oxşar olduğuna görə onda biz deməli 16 dəfə böyük deyirsə, bu demək ki, oxşarlıq əmsalının kvadratı 16-dır. Yəni oxşarlıq əmsalı 4-dür. Və perimetr ABC-ni verib element üstbucağının tərəfini soruşursa, deməli perimetr ABC bərabər 9-dur. Onda biz deyə bilərik ki, 3 tutaq ki A2 deyək, 3A2 deyək, bərabərdir 9. Yəni, ABC-nin tərəfini tapırıq buradan 3. Və oxşarlıq əmsalında tapdığımız üçün, bildiyimiz üçün gətirib oxşarlıq əmsalında yerinə yaza bilərik. Elementin tərəfini A1 ilə işarələsək, A1 bölünsün A2 bizə K-nı verir, oxşarlıq əmsalını verir. A1 bölünsün 3 bərabərdir 4. Buradan A1 bərabərdir 12 qiymətini alırıq. Növbəti deməli 77 nömrəli suala baxırıq. Bizdən istədiyi sual 77-də x-in qiyməti 5 çıxılsın 2 kökdə 6, y-in qiyməti 5 dayansın kökdə 2 kökdə 6-dır. X, y hasilinin cəmini olan nisbətini axtarırıq, hesablamaq lazımdır. Deməli, burada bu ədədlər bir-birinin qoşması olduğuna görə bir-birinə vuranda kvadratları fərq alınır. 2 kökdə 6-nın kvadratı, məxrəcdə isə bunları toplayanda 10 qiymətini alırıq. Beləliklə, sürət eləyir 25 çıxılsın, deməli 24 bölünsün 10. Burada da 0,1 qiymətini alırıq. Deməli, 78 nömrəli suala baxırıq. Deməli, sualda deyilir ki, 2 eşitə birlikdə 50 kg qənd var. Hər gün birinci eşitdən 3 kg, ikincidən 2 kg qənd götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Məsələn, tənlik və ya tənlər sistemi qurmaqla həll edin.
Deməli, gəlin 2 dənə yeşik olduğu üçün, cəmi də 50 kiloqram olduğu üçün birinə tutaq ki x, digərinə isə olan qəndi 50 çıxılsın x ilə işarə eləyin. Hər gün birinci yeşikdən 3 kiloqram çıxılırsa, deməli, qənd ikincidən isə 2 kiloqram qənd götürülürsə, deməli çıxmaq lazımdır. 6 gündən sonra yeşikdə bərabər miqdarda qənd qalar deyir. Deməli, 6 gündən sonra birinci yeşikdə qalan qəndi tapmaq istəyirəmsə, 3-ü 6-ya vurub x-dən çıxmalıyam. İkinci yeşikdə qalan qəndi tapmaq istəyirəmsə, 50 çıxılsın x-dan 6 gün ərzində götürülən qəndi çıxmalıyam. 2 vurulsun 6 və deyir ki, miqdarlar bərabərdir. Buradan x çıxılsın 18 bərabərdir. Deməli, 38 çıxılsın x qiymətini alırıq. Deməli, buradan da ki, 2x deməli 2x bərabərdir 56 alırıq, x-ə qiymət alırıq, deməli 28. Bu deməkdir ki, birinci yeşikdə əvvəlcə 28 kiloqram qənd olub. Sual 79 deyir, satıcı şarın birini 12 qəpiyə alıb, 15 qəpiyə satır. Satış qiymətini 5 şar, satış zamanı 5 şar partlamışdır. O bütün şarların algı satqısından 6 manat çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır. Deməli, burada nə etmək olar? Satıcı tutaq ki, x qədər şar alıb, bu şarlar alanda 12 qəpik pul verdiyinə görə verdiyi pul olur 12x və 15 qəpiyə də satır. Deməli, əldə edəcəyi pul olmalı idi 15x. Və misalda deyir ki, satış zamanı 5 şar partlamışdır. Deməli, 5 şar partlamışdırsa, onda deməli, satıcı 12x qədər şarlara pul verib, amma 5-i partladığına görə 5 dənə az şar sata bilib. Yəni 15x çıxılsın 5. 15 vurulsun x çıxılsın 5. Və burada deyir ki, əldə etdiyi algı satqısından 6 manatdan çox gəlir əldə edib. Bu deməkdir ki, əldə etdiyi pulu tapmaq istəyirsə, alış qiyməti, satış qiymətindən alış qiymətini çıxmaq lazımdır. 15 vurulsun x çıxılsın 5, çıxılsın 12x böyükdür. 6 manat deyir, 6 manat da qəpiyə çevirsək 600. Buradan da 15x çıxılsın, deməli 75 çıxılsın 12x böyükdür 600. Buradan da ki 3x böyükdür 675, x böyükdür 225 alırıq. Yəni, ən az neçə şar alıb satmışdır? O bütün algı satqıdan 6 manatdan çox gəlir əldə edərsə, ən az neçə şar alıb satmışdır? Bu demək ki, ən az 226 dənə şar 226 dənə şar almalıdır, alıb satmalıdır. Deməli, növbəti 80 nömrəli sualdır. 80 nömrəli sualda deyir ki, düzbucaqlı 3 katetlərin biri digərindən 2 cm böyük, betonuzdan 8 cm kiçikdir. Bir dənə düzbucaqlı üçbucaq çəkərik. Deməli, bu formada deyir ki, katetlərin biri digər katetdən 2 cm böyükdür və hipotenuzdan 2 cm kiçikdir. Bu katetin birinə x desək, digərindən 2 cm böyük olduğuna görə kiçiyinə x desək böyük olur x plus 2 və həmçinin bu katet hipotenuzdan da 2 cm kiçik olduğuna görə obisinə də x plus deməli x plus 4 deyə bilərik. Və Pifagor qaydasını tətbiq eləsək, burada deməli x-in kvadratı üstəyənsin x plus 2-nin kvadratı bərabərdir x plus 4-ün kvadratına. Buradan da x-in kvadratı üstəyənsin x-in kvadratı üstəyənsin 4x üstəyənsin 4 bərabərdir x-in kvadratı üstəyənsin 8x plus 16. Bu dəyişən hamısını sol tərəfə keçirsək, x-in kvadratlarının biri islah olur. X-in kvadratı üstəyənsin 4x-dən 8x çıxanda x kvadratı çıxılsın 4x. 4-dən 16 çıxdıqda 12 bərabər sıfırlanır. X-ə qiymət alınır. Viet qaydasına görə köklərdən biri deməli mənfi 2, ikincisi isə müsbət 6-dır. Əlbəttə tərəf mənfi olmaz. Deməli kiçik katet 6 olur. Bu üçbucağın hipotenuzunu tapın deyir. Bizdən hipotenuzu soruşurdu. Hipotenuzun da qiyməti x plus 4 olduğuna görə 10 qiymətini alırıq. Yəni hipotenuzun qiyməti 10-dur. Sonra növbəti sual 81-dir. 81 nömrəli sualda deyilir ki, şəkildə verilən fiqurlara BC parçası mərkəzi O nöqtəsində olan yarım çevrənin diametridir. BC qövsünün uzunluğu 4pi AO bərabərdir
AO bərabərdir 6, AB bərabərdir AC olarsa verilən fiqurun sahəsini tapın. Deməli, verilən fiqurun BC parçası diametrdir. Deməli, BC qövsünün uzunluğunu L qövsü veribdir bizə 4pi. AO parçası deməli 6-dır. Deyir AB ilə AC AB ilə AC bir-birinə bərabərdirlər. Bizdən istədiyi verilən fiqurun sahəsini tapın. Deməli, biz burada görsəniz ki, yarım çevrə ilə üçbucağın sahəsini tapıb toplamalıyıq. Əgər qövsün uzunluğunu 4pi veribsə, bu çevrənin yarısı olduğuna görə bu qövsün dərəcə ölçüsü 180 dərəcədir. Ona görə yazırıq pi vurulsun, R vurulsun, 180 bölünsün. Deməli, 180 bərabərdir 4pi. Buradan R bərabərdir 180 yatısa gedir, pilər yatısa gedir. R bərabər 4 qiymətini alırıq. Deməli, radius 4'dür, bura 4'dür. Bundan sonra birinci çevrənin sahəsini tapırıq. Çevrənin sahəsi S çevrə bərabərdir. Pi vuraq 4'ün kvadratı eləyir 16 pi. Digər tərəfdən üçbucağın sahəsini tapmaq lazımdır. Deməli, S, A, bura yəqin ki, bura C-dir. S, A, B, C bərabərdir. Artıq tərəf burada göründüyü kimi 8'dir. Oturacaq BC. Hündürlük isə 6'dır. Deməli, 8 olsun 6 bölünsün. Deməli, 2. Bunu niyə 6 sm parçanın hündürlük götürürük? Çünki bərabər yanlış bucaqdır. Mərkəzlə birləşdirib həm median, həm də tənbilin, həm də hündürlük olur. Burada ixtisar gedir, qalır 24 və bütöv fiqurun sahəsi S fiqur deməli bərabərdir 16 pi üstə gəlsin 24.